Qeyd etdiyimiz kimi, qardaş, Türkiyədə məktəblərdə son günlər baş verən hadisələr məktəblilərin təhlükəsizlik məsələsini aktuallaşdırıb. Bəs məktəblərimiz necə qorunur? Bu suala əməkdaşımız Rəşad Vəkiloğlu cavab tapmağa çalışıb. Yəni, mən bir valideyn olaraq evdə uşağın çantasına baxmıramsa, onu məktəbə gətirəndə məsuliyyət daşımıramsa, o zaman 50% artıq mənim günahım. Öncə paytaxt məktəblərinə üst tutduq. Təhsil ocaqlarında təhlükəsizliyin necə təmin edildiyindən şahidlik etmək üçün. Məktəbinizdə hafizə var? Bəli, var. Yoxlanılırsınız? Bəli. Əgər bir valideyn üçün onun övladının təhsil aldığı məktəbdə yüksək və keyfiyyətli biliyə sahib olmaq nə qədər önəmlidirsə, elə onun təhlükəsizliyinə əmin olmaq da bir o qədər vacibdir. Xüsusilə də şagird sayı çox olan təhsil ocaqlarında təhlükəsizlik qaydaları hər zaman önə çəkilən məsələlərdəndir. Birincisi mühafizəçilər var, ikincisi sinif rəhbərimiz var. Məktəb rəhbərliyi hər daim məktəbdədir. Yəni, heç bir narahatçılığımız yoxdur, şükür Allah, çox razıyıq. Məktəbə daxil olanda yoxlanış deyərək, məsələn, çantaları falan yoxlanılmır, amma düşünürəm ki, buna ehtiyac da yoxdur. Polis, mühafizəçi, məktəblinin dostu və daha çox da təhsil müəssisələrində qadın nəzarətçiləri məktəblərin təhlükəsizliyinə və yoxlanışa cavabdeh olan şəxslərdir. Məktəbə daxil olan şagirdlər yoxlanılır səhər-səhər. Nə çantalarını açıb yoxlayırsınız? Çantasını yox, balaca çantanı yoxlamıyorum. İri olsa saxlayıram. Baş çəkdiyimiz 7000 şagird yerli tam orta məktəbdə mühafizəçi olmasa da məktəbin giriş qapısında elə bizi məktəbin növbətçi müəllimləri qarşıladı. Məlum oldu ki, bu məktəbin təhlükəsizliyini dərs saatı bitənə kimi növbətçi müəllimlər öz üzərlərinə götürüb. Beləliklə, əksər məktəblərdə bir dərs günündə eyni mənzərəni müşahidə etmək mümkün idi. Təhlükəsizliyin təhsil ocaqlarında necə təmin edilməsi ilə bağlı ilkin olaraq Xırdalan şəhər 2 və 9 nömrəli məktəblərə üst tutduq. 9 nömrəli məktəbə içərisinə, yəni rahatlıqla daxil ola bilsəydə, 2 nömrəli məktəbdə isə girişimizə mane törədildi. Yəni bizim kənar şəxs olduğumuzu görüb məktəbin giriş qapısı bağlandı. Belə təhlükəsi çox əla qorunur. Yəni biz qıraq insan qoymuruq, yox. Paytaxtda yerləşən bir sıra ümumi təhsil orta məktəblərinin təhlükəsizliyinin mühafizə xidməti təmin etsə də, bir sıra məktəblərdə isə bu işi məktəb rəhbərliyi və valideynlərin razılaşması əsasında məktəb icmaları həyata keçirir. Qarşılıqlı razılıq əsasında orada mühafizə xidmətinin təşkilinə imkan yaradılmalıdır və eyni zamanda yaxşı olar ki, təhsil müəssisələri auditoriyaların özünü təhlükəsizlik kamerasına təmin etsinlər və yaxud da giriş qapılarında müvafiq X-ray cihazlarından istifadə olunsun. Bəs ümumi təhsil orta məktəblərində təhlükəsizlik necə təmin edilməlidir? Məqsəd təhlükəsizlikdirsə, nədən təhsil ocaqlarında xüsusi texniki vasitələr, metal detektorlar, çanta skanerlərinin tətbiqinə ehtiyac duyulmur? Elm və Təhsil Nazirliyi bunu ya Daxili İşlər Nazirliyi ilə birlikdə bir deyək ki, müqavilə şərtləri əsasında orada deyək ki, yalnız saat 6-ya qədər və yaxud da saat 14-ə qədər, yəni tədrisin bitməsi vaxtına qədər polis qüvvələrlə bağlanması. Abşeron Xızı Regional Təhsil İdarəsindən isə bildirildi ki, təhsil müəssisələrində təhlükəsizlik qaydaları kompleks və sistemli şəkildə təşkil olunur. Təhlükəsizlik tədbirləri şagirdlərin, müəllimlərin və digər əməkdaşlardan fiziki və psixoloji təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Belə ki, məktəblərdə giriş-çıxışa nəzarət olunur, kənar şəxslərin əraziyə daxil olması məhdudlaşdırılır, zəruri hallarda video müşahidə sistemlərindən istifadə edilir. Rəşad Vəkiloğlu, Space xəbər.